Bəs onda axirət haqqındakı ayələri inkar edirsiniz, Ramin deyir. Nəyə əsasən axı? Müəllimin göstərişindən əsasən. Kim axirət, bu deyirmi ki, Qurandan müəssər olan oxuyun. Deyir, kim axirətdən vaz keçib, Quran içərisindən seçilib bir telədüzünlənlərdir bunlar. Kim axirətdən vaz keçib bu dünyada rahat həyata, sağlam cana, evlada, var devlətə sahib olmaq istəyirsə, pisliyə yaxşılıqla, xəsisə cömərtliklə, qəzəbə təmkinlə, əzaba dözümlə, təkəbbürə imanla qalib gəlib elə bu dünyada bütün arzularına çata bilər. Budur cavab Qurandan. İnkar etmək, inkar edilmir, qəbul edilmir. Çünkü 2. surenin 23. ayesinde aydın buyurulur ki, eğer bu Kur'an'a şəkkiniz varsa, sizde beşer için daha hayırlı kelam varsa, iddianız doğrudursa, Allah'tan başka bütün şahitlerinizi, büyüt, şair ve alimlerinizi bu işte özünüze köməyə çağırın. Deməli, bu Quranın sirrini açmaq üçün biz ya bütə sual verməliyik, ya da şair və alimlərə sual verməliyik, seçilmişlərə. Büyüt, ən büyük büyüt Kəbbədə Qaradaşdır. Gedək onun başına dönək, öpək, sığallayaq. Aydaş, bizə bir cavab ver görək. Bu Quranın sirrini necə açaq, necə öyrənək? Cavab verəcək? Yox. Ən balaca bütdə baş qoyulan möhürdür. Ona sual edək ki, bu Quranın sirrini necə açaq? Cavab verməyəcək. Əl ilə tikilən məbədlər var. Məscidlər var, pirlər var, qəbirlər var. Gedək o əl ilə tikilənlərə sual edək görək. Bizə nə cavab verəcək? Verməyəcək. Odur ki, biz gedirik müdriklər aləminə və Nizaminin sinəsinə ilk öncə deyir, bu dastanlarda dünya sirrindən çox xəzinə açarı gizlətmişəm mən. Hər kəsin əlində olsa bu açar, bir çox xəzinələr, tilsimlər açar. Xəzinəni açmağa açar gərəkdir açar. Açılmaz xəzinələri şairlər sözlə açar. Bax, açarın biri buradan gəlir. Və kəlamlarda da buyurulur ki, Allah'ın taxt altında çoxlu xəzinələri var. Bu xəzinələrin də açarı şiir dilidir. Görürsən, Nizami birbaşa Peyğəmbərin kəlamını təsdiqləyir və deyir. Hər tarix şiir ilə alsa yaraşıq, şübhəsiz ki olacaq biraz dolaşıq. Hər yerdə o qoca, o sənət əri yanlış söyləmişdir doğru sözləri. Yanlışa yenidən mən vurub bəzək o qoca şairdən üzr istəyərək açın bu düyünü bəlkə bir təhər məndən dost aşnalar inciməyələr. Bərk təməl üstündə qurdum bir bina ki ziyan dəyməsin divarlarına. Hər kəs söz mülkündən söz almış bilər. Qəribə səpkili olmuş bu sözlər. Bax, qəribə səpkili sözlər böyük bir açardır, Quranın sirrini açır. Yəni, Quranın sinəsi qəribə səpkilidir, Allahın hikməti. Başdan ayağa oxumaqla, dünya yaranandan, yəni Quran yaranandan bugünə onun sirrini heç ərəblər özləri anlamırlar, bunu da Quran deyir. Başa düşdünmü? Qəribə səpkili olmuş bu sözlər. Qapımı kim tapsa toplayar gövər, bir misrası dürdür, bir misrası zər. Mədəni açan tapacaqdır zər. Məna ilə doludur bütün beyitlər. Quranın sinəsi məna ilə doludur. Sadəcə onu anlamaq gərəkdir. Onu da Allah yönəldir. Sən onu belə anlaya bilməzsən. Qapımı kim tapsa toplayar gövər, bir misrası dürdür, bir misrası zər. Mədəni açan tapacaqdır zər, məna ilə doludur bütün beyitlər. Hər dastana düzdüyüm mənalı sözlər, hikmətə dair başlıca dəftər. Bir yerdə bir telə düzülsə onlar, o tel ən parlaq inci ilə dolar. Yəni, məntiq aydın olar. Anladın mı? Ramin. Buna əsasən ayələrin mənası bəlli olan hikmətlilərini üzə gətiririk. O ələnir, o boş söhbətlər də gedir. Bax bu inkara.
edilir. Bu inkar senin indi fikrinden, yani dağıdılır. Məntiqli sözlər üzə çıxır.